Biz bugün uşaqlarda olan çəplikdən danışacağıq, yəni göz çəpliyindən danışacağıq. Bu mövzuda bizə kömək edəcək, yəni həmsöhbətim İstanbul Enes Klinikasının göz mərkəzinin şöbə müdiri Ergün Rəşdəhzadədir. Diqqətinizə çatdırım ki, 1 saat ərzində sizə efirdə bələdçilik edəcək psixoloqunuz Cavid Əhədov. Ergün bəy, xoş gəlib, səfa gətirmisiniz. Necəsiz? Teşekkürler. Burada hayat enerjisini yeniden doldurduk. İhtiyatlarımız var. Buradaki pozitif enerjiyle artık bütün bedenimiz doldu ve tam qüvvətlə efirə hazıram mənim fikrimcə. Çok güzel. Mən sizə bu qüvvəni tək efir sırasında deyil, eyni zamanda xəstələrinizə də qoruyub saxlamanızı tövsiyə edirəm. Ümumiyyətlə, göz çəpliyindən danışacağıq. Uşaqlarda göz çəpliyi nəyə dəlalət edir? Yəni, niyə görə göz çəpliyi ümumiyyətlə uşaqlarda ola bilir? Ümumiyyətlə, uşaqlar biz bilirik də daha həssas mövzudur. Çünki hamımızın belə deyək də, üzərində əsdiyimiz, bizim həyatımızda ən vacib olan məxluqlardır uşaqlar və biz onlara çox bağlıyıq. Və ümumiyyətlə, uşaqlarda olan əsas hər bir şəkildə problem ondan ibarətdir ki, onlar öz problemlərini deyə bilmirlər. Yəni, uşaqlar özlərində mövcud olan hər hansı bir problem haqda bizə xəbər verə bilmirlər və xəbər verə bilmədiklərinə görə də biz gərək daha diqqətli olaq və onların problemlərini aşkarlamağa çalışaq. O nöqteyi nəzərdən çəplik hardaysa bir qədər asan problemdir. Çünki çəplik özün biruzə verir. Məsələn, əgər görmə haqda uşaq bizə hər hansı bir xəbər verə bilmirsə ki, mənim görməm zəifdir. Amma çəpliyi valideyn görə bilir. Bəli. Yəni, zahiri görünüşdə özün biruzə verən xəstəlikdir. Və burada bir neçə dənə məqam var, hansını ki, vurğulamaq lazımdır. İlk öncə başlayaq lap ilkin dövr. Yəni, ana bətnindən, yəni doğulduqdan sonra körpənin görüntüsü. Burada çox vaxt səhvlər olur. Çox vaxtı valideyn səhvən çəpliyi görür. Çünki yeni doğulmuşlarda fizioloji çəplik deyilən bir vəziyyət var. Yəni, biz bundan qabaqki verilişlərdə də vurğulamışdıq ki, körpə yeni doğulmuşlarda görmə itiliyi həddindən artıq aşağı olur. Çünki gözdəki refraksiya müsbət dərəcəli, çox yüksək dərəcədədir. Və uşağın görməsi çox zəif olduğundan o adətən görürsünüz ki, uşaq gözü ilə nəyisə axtarır, yəni gözlər hərəkətdədir. Həmin bu məqamda bəzən gözdə çəplik kimi görsənə bilər valideyni. Və ona görə elə bir çəpliklər baş verdikdə bizim həmişə valideynlərə tövsiyəmiz, yəni sözsüz ki, belə hallar olduqda neonatoloq tərəfindən və ya pediatr tərəfindən konsultasiya olunmalıdır. Çünki bəzi hallarda bu doğrudan da mövcud olan problemin özünü biruzə verməkdir. Amma çox vaxt hallarda, yəni heç bir problem torluq uşaqdan, gözün billuru tərəfindən aşkarlanmışsa, yəni optik səthlər təmizdir, işığın gözə daxil olmağı rahat daxil olmalıdır. Torluq işada hər hansı bir patologiya yoxdur, yəni o işığı duyan cisim də salamatdırsa, o zaman biz deyirik ki, tələsməyin, 1 yaşına qədər vaxt vermək lazımdır. Və elə uşaqları müşahidə etmək lazımdır. Əgər çəplik 1 yaşından sonra tam aradan qalxmırsa, o zaman biz başlayırıq araşdırmağa. Çünki elə bir xəstəliklər, elə bir vəziyyətlər var ki, onlar özünü zahirən hətta adi müayinələr, rutin müayinələr zamanı özünü biruzə vermir. Və bunlardan biri, məsələn, atrofik proseslərdir. Torluq işığının ali görmə mərkəzində yerləşən hüceyrələrin qeyri-düzgün formalaşmasıdır. Anadan gəlmə amavrozda. Yəni, bu vəziyyətlərdə artıq ciddi problem var və bunu aşkarlamaq üçün instrumental müayinə üsulları lazımdır ki, hansılar artıq sonraki dövrdə. Amma onları vaxtından öncə eləmək mənasızdır. Çünki dediyim kimi, çox vaxtı belə fizioloji çəplik 1 yaşından sonra aradan qalxır. Amma çəpliyi nə cür təyin etmək? Çünki bəzən görürsünüz ki, uşaqda çəplik var. Məsələn, valideynlə bir yerdə gəlirlər, uşaq da girir valideynlə müayinə. Əslində, valideyni müayinə edir. Mən baxıram, görürəm ki, uşağın gözündə çəplik əməli başlı var, yəni özünü biruzə verir. Və valideyni deyəndə ki, uşaqda çəplik var, xəbərdarsınız, deyir, yoxdur. Yəni, çəplik özü ilk, belə deyək, normal gözlə baxışda hiss olunmayan mı bir xəstəlik növüdür? Əslində hiss olunur. Sadəcə, belə deyək də, o gözün alışmağı var. Valideyn gözü alışır, elə uşağı belə görmək, elə fikirləşir ki, elə belə də olmalıdır. Çünki çox vaxt bizi aldadan məqamlar var. Məsələn,
göz almalarının nə qədər bir-birinə yaxın yerləşməsi. Aha. Çünki əgər kəllədə göz almaları uzaq yerləşibsə, o çəplik özünü büruzə verməyə bilər, yəni bizə görsənməyə bilər. Və ya gözün bulağının forması. Məsələn, buğdavari gözlərdə bəzən süni çəplik görsənir. Görürsünüz ki, valideyn də gəlir, deyir ki, uşağın gözündə çəplik var. O zaman mən onlara təsdiqləməyə çalışıram ki, doğrudan da yoxdur. Və bunun üçün ən gözəl üsul bu Hirschsprung testi deyilən bir test. Çox asan bir testdir. Bunu etmək üçün sadə bir dənə işıq mənbəyi yetərlidir. Yəni siz hər hansı bir nəfəri kimi yoxlamaq istəyirsiniz, gözündə çəplik var. Yəni bunu hər kəs yoxlaya bilir. Hər kəs yoxlaya bilər. Çox asan bir üsuldur. Yəni yoxlayacağınız insanı əyləşdirirsiniz öz qarşınızda, təxminən hardasa yarım metr məsafədə. Ondan sonra bir işıq mənbəyi götürürsünüz. Yəni bu telefonun fənəri ola bilər və ayrıca bir fənər ola bilər. Və onu yerləşdirirsiniz alın nahiyənizdə, həmin işığı və baxırsınız qarşınızdakı insanın üzünə. Həmin o işıq mənbəyi gözün buynuz qışalarında, yəni gözün hər iki səthində bir əks-səda verəcək. O əks-səda yəni işıq nöqtəsi kimi görsənəcək. Bu həmin o fənarın işığının əks-sədasıdır. Siz iki dənə işıq nöqtəsi görəcəksiniz hər iki gözdə. Həmin o əks-sədaya baxdıqda siz görəcəksiniz həmin işıq nöqtələri eyni yerdə göz almasında yerləşib, yəni ikisi də bəbəyin üstünə təsadüf edir. Və ya görəcəksiniz birində bəbəyin üstündədir, birində qıraqdadır. Əgər işıq mənbəyinin əks-sədası gözün buynuz qışalarında hər iki gözdə fərqli yerə düşürsə, yəni birində mərkəzə, birində qırağa, demək burada çəplik var. Yaxşı, onu yoxlayan insanın öz gözündə çəplik olarsa? Əslində, yəni bunu tək gözlə də yoxlamaq olar. Siz müşahidəçi kimisiniz. Ona görə sizin gördüyünüz işığın əks-sədasına heç cür təsir etmir. İşıq eyni yerdə əks-səda olacaq və ümumiyyətlə çəpliklərə xas olan bir məqam da var, onu da vurğulayaq. Çəpliyi olan insanda əgər iki görmə yoxdursa, yəni ikiləşmə deyirik də biz buna. Məsələn, bir adama baxır, iki görür. Əgər o yoxdursa, demək bu insanda monovisiondur. Yəni monovision bir göz görür. Tək gözlə baxmaq tamamilə doğrudur. Yəni bu insan tək göz istifadə edir. Və bu alternativ çəplikdirsə, məsələn, bəzi insanlarda görürsünüz ki, çəplik elədir ki, öncə bir göz çəpləşir, sonra o birisi. Elə bir ki, bir-birinin əvəzləyirlər. Elə insanlarda Rusca ona одновременное зрение deyirlər. Azərbaycanca eyni zamanda görmə. Yəni eyni zamanda görmə, amma alternativ çəpliklərdə bir-birini dəyişir. Yəni öncə bir gözlə tək baxır, sonra mövqeyi dəyişəndə o biri gözlə tək baxır. Amma yenə də müştərək görmə yoxdur. Yəni gözlər birgə işləmir. Amma gözlərin birgə işləmək çox vacib və mühüm rol oynayır bizim həyatımızda. Nədən? Çünki göz almasının müştərək, yəni hər iki gözün görüntünün alınması və beyində təhlil olunması bizə dərinliyi hiss eləməyə kömək edir. Yəni ki, məsafəni tutmağa. Elə hal olmayanda, yəni tək gözdən görüntü olanda, biz məsafəni hiss edə bilmirik. Məsələn, bir əşyanın o birisi əşyadan yaxın və ya uzaq olmasını yalnız əşyanın ölçüsünə görə təyin edə bilərik. Amma o dərinlik hissi itir. Eyni belə insanlar, məsələn, mən çox vaxt bunu da belə deyək də, yoxlama testi kimi istifadə edirəm. Deyirəm, məsələn, 3D kinoteatrlara getmişsinizmi? İndi yetəri qədər yayılmış bir... Bəli, hətta evlərdəki televizorlar belə 3D göstərir. 3D kinoteatrlara getmişsinizmi? Məsələn, deyirlərsə getmişik, o zaman deyirəm ki, orada problemlər yaşayırsınızmı? Bəli, yaşayırım. Çünki 3D kinoteatrda baxdıqda o 3D effektini ala bilməyən insanlar, onlarda adətən ya eyni zamanda görmədi və ya tək görmədi. Yəni, mütləq şərtdir ki, 3D kinoteatrlarda hər iki göz eyni zamanda işləsin. Onlar işləməyəndə, yəni müştərək görmə olmayanda elə insanlar problemlər yaşayırlar 3D kinoteatrlarda. Astigmatizmin bu 3D kinoteatrlarda tamamilə doğrudur. Əgər sizdə refraksiyon problemi varsa, o zaman siz gərək 3D kinoteatrda öz eynəyinizin üzərindən eynəyi taxasınız. Və elə bir halda bəzən problemlər olur. Çünki şüa sındırma qüvvəsi eynəkdə və ondan keçən işıq şüaların qeyri-düzgün sınması bəzən məşət edir.
Biz isə hal-hazırda danışırıq o insanlardan ki, kim eynək taxmır. Yox, yəni hazırda dediyiniz məni Bəli. bərk qorxutmağa başladı. O nöqteyi nəzərdən soruşdum. Çünki bəzən olur ki, mən də kinoteatrlarda təbii ki, öz eynəyimin üzərindən taxıram 3D eynəyi və diskomfort yaşayıram. Sanki fokuslana bilmirəm. Yəni belə bir tam belə istədiyim o ətrafımdakı insanların aldığı effekti ala bilmirəm. Amma o tamamilə ayrı məqamdır. Siz effekti alırsınız, amma yetəri qədər yox. Çəpliyi olan və tək gözlə baxan insanlarda ümumiyyətlə o görüntü olmur. Yəni onlar o görüntünü hiss edə bilmirlər. O nöqteyi nəzərdən məsələn o da bir meyar kimi istifadə oluna bilər. Bəli. Və siz məsələn uşaqlarla gedirsiniz 3D kinoteatra, görürsünüz ki, uşaq istəmir baxmağa. Çünki ona görüntü tamamilə effekt vermir. Yəni eynəyi çıxardır gözündən. Elə bir hallarda siz yenə də əmin ola bilərsiniz ki, bu uşaqda binokulyar görmə deyirik biz ona, yəni iki gözlə görmə, müştərək görmədə problemi var. Bizim bir zəngimiz var, görək nə istəyirlər. Alo, hər vaxtınız xeyir. Tamam, aydındır. Yəni belə deyək də, sizdəki vəziyyətdə prinsipcə bəllidir ki, görmənizin zəif olmağı, amma səbəbi sizin də dediyiniz, məsələn, həm buynuz qışada problem, həm gözün torlu qışasında mən belə başa düşdüm. Bu müştərək bir problemdir. Müştərək problemlərdə adətən hər bir məqam ayrı-ayrılıqda öyrənilməlidir. O nöqteyi nəzərdən bu dəqiqə üçün, belə deyək, telefon vasitəsilə sizə tam şəkildə səbəbin nə olmağını demək mümkün deyil. Amma siz müraciət edə bilərsiniz bizə Yaşam bələdçisinin adından və biz sizdə tam təmənnasız müayinə keçirdərik. Baxarıq görək ki, səbəb nədir? Və ondan sonra əgər orada hər hansı bir, belə deyək də, imkanlar varsa bunu bərpa etməyə çalışarıq köməklik edək. Baxın, belə hallar mürəkkəb hallar. Telefonla həll oluna bilməz, hətta efirə qoşularaq da. Amma siz ən azı öz dərdinizi, öz probleminizi söyləyə bilərsiniz. Və biz ən azı sizi çağıra bilərik müayinəyə və müayinə zamanı bütün məqamları təyin edə bilərik. Bəli. Çünki mən başa düşürəm ki, yəni radio dinləyicilər məsələn belə qoşulanda efirə istəyirlər ki, öz dərdlərinin, probleminin həllini dərhal tapsınlar. Bəli, cavabı dərhal ki, alsınlar. Amma bəzi hallarda çünki mürəkkəbdir. Təkcə bir nöqteyi nəzərdən yox, ümumiyyətlə görmənin tam şəkildə olmamağı və bu uşaqlıqdan baş verib və hətta səbəbin tam şəkildə yəni göstərə bilmir nə ilə əlaqəlidir. Yəni bunu anadan gəlmə olmasını da vurğulamayıblar həkimlərdə müayinə olduğu zaman. Ona görə belə xəstələrə həmişə mütləq müayinə. Daha dərindən baxılıb müayinə edilməlidir ki, belə deyək də çarə tapıla bilsin. Biz qısa bir fasilədən sonra sizinlə göz qaçmalarından danışacağıq və keçən dəfə də bir söz verdik ki, düzgün gün eynəklərini necə seçməliyik, bu haqqında danışacağıq. Ergün həkim, belə bir dinləyicimiz efirə qoşulmaq istəmədi, lakin sualı belə idi ki, əməliyyat sonrası gözlərini soyuq yoxsa isti suyla yumağa tövsiyə olunur? Əslində bütün əməliyyatlardan sonra bir həftə ərzində gözə su dəyməməlidir. Çünki su əslində həyat mənbəyi olduğu kimi həm insan üçün həyat mənbəyidir, həm də mikroblar üçün, mikroorqanizmlər üçün və gözə mikroorqanizmanın kontaminasiyası, yəni daxil olmasını, təmasını saxlaya bilər. Ona görə o nöqteyi nəzərdən bir həftə ərzində, yəni bu riskli dövr o vaxta qədər ki, yara tam bağlanmır, lazımdır ki, su dəyməsin. Ondan sonraki dövrdə isə, yəni normal şəkildə həm soyuq, həm isti suyla yumaq olar. Bunun hər hansı bir problemi yoxdur. Öz üzünüzün, dərinizin komfortuna uyğun olaraq suyun hərarətini seçə bilərsiniz. Və 3506 nömrəli abonentimiz belə bir sual yazıb ki, salam, zəhmət olmasa deyərdiniz, həkim mənə görməmin 30% olduğunu dedi. Bu nə deməkdir? Gözün 30%, ümumiyyətlə görmə itiliyinin yoxlanması obyektiv yox, subyektiv müayinə üsuludur və bunun üçün xüsusi lövhələr istifadə olunur. Bu lövhələr ən geniş istifadə olunan bu Snellen deyilən chartdır, yəni xüsusi lövhədir. Hansı ki, orta statistik 100% görməyə malik olan insanın, yəni tam aydın görən insanların bir kütləsi yığılıb, onların görmələri ölçülüb və hər müəyyən bir məsafədə görə biləcəkləri ölçü var, yəni ölçüsünə görə hərf optotipləri, yəni ki, hərf nümunələri seçilib və onlara şərti olaraq faiz verilib. Tutalım ki, bu hərfi bu məsafədə gördükdə bu 10% olacaq. O birisi ölçüdə gördüyümüz hərf fərqli məsafədə tutalım ki,
20% olacaq və s. Və bu şərti bir göstərici olduğuna görə sadəcə bizə sağlam insanın görə biləcəyi görmə faizindən nə dərəcədə aşağı və yuxarı görməsini təyin etmək imkan verir. Əslində, yəni bu lövhələrdə 100% və hətta 120-150% görmə də var. Çünki orta statistik insandan daha aydın görən insanlar da var. Belə insanlar da mövcuddur. Yəni, o nöqteyi nəzərdən sizə verilən, yəni 30% göstəricisi sadəcə sağlam insana müqayisədə sizin görmə itiliyiniz təxminən 70% azdır. Yəni, sağlam insanın görə biləcəyi o hərfin ölçüsü həminki məsafədə siz 70% az görürsünüz. Bu artıq gözdə görmə itiliyinin az olmağına dəlalət edir və ondan sonra sizin gözünüzün o görmə itiliyini nə ilə artırmaq olar? Məsələn, eynəklə mi artırmaq olar, yoxsa hər hansı bir cərrahi müdaxilə ilə mi artırmaq olur? O artıq sonraki dövrdə həll olunur. Amma baza şəklində sizin görmə itiliyiniz hal-hazırda sağlam insandan 70% aşağıdır. Yəni bu heç də bəyənilən bir faktor deyil. Mütləq şəkildə müraciət edin. Gözünüzdə əməliyyat prosesi həyata keçirilsin. Telefon zəngimiz var. Bir dərib keçən ağrı kimi. Baxın, sizdə göz daxili təzyiqin qalxması ola bilər. Ümumiyyətlə, siz efirə qulaq asın, biz efirlə cavablandıracağıq sizə. Ümumiyyətlə, o insanlardakı kimdə gözün üst nahiyəsində, yəni göz qapağından üstə, qaş nahiyəsində, elə bil ki, dərib keçən ağrı və müəyyən dövr olub keçən ağrı, gözün özündə ağırlıq hissi, siz işıq mənbələrinə baxdıqda, yəni hər hansı bir, məsələn, axşam vaxtı fənərə baxdıqda, işıqda olan, bayırda olan işıqlara baxdıqda, onların ətraflarında şaxələnmə görürsünüzsə, elə bil ki, saçaq kimi işıqların çıxmağını görürsünüzsə, o hallarda siz göz daxili təzyiqin qalxmasını şübhə edə bilərsiniz. Yəni, bu demək deyil ki, mütləq şərt odur, amma şübhə edə bilərsiniz. Və belə hallarda mütləq şəkildə həkimə müraciət edərək göz daxili təzyiqin ölçdürülməsi vacibdir. Çünki qara su biz bildiyimiz kimi gizli görməni öldürən, belə deyək, xəstəlikdir. Yəni, özü haqda çox az məlumat verir bizə. Öz əlamətləri çox az olur. O nöqteyi nəzərdən, bax, belə xırda əlamətlərə diqqətli olmaq lazımdır və sizin dediyiniz müəyyən dərəcədə əlamətlər ona oxşuyur. Amma hər halda bir şey də nəzərə alın ki, yaş artdıqca toxumalar öz normal bərkliyin itirir və həmin o proses nəticəsində bizdə, bax, dediyiniz kimi sallanma hissi və ya göz qapağının aşağı sallanıb bizə məşət eləməyi elə məqamlar ola bilər. Və onlar çox vaxtı patoloji kimi hesab olunur. Amma hər halda xanımın dediyi əlamətlərin içərisində bizi narahat edəcək əlamətlər olduğuna görə mən tövsiyə edirəm müayinədən keçsin. Bəli. Və növbəti zəngimiz var, görək nə istəyirlər. Bəli, təşəkkür edirik sualınıza görə. Sizin dediyiniz vəziyyət nervus abducens deyilən, yəni gözü bayıra çevirən sinirin iflicidir. Və göz almasının biri tam şəkildə bayıra getmir. Bu vəziyyət, bu hal baş verir müxtəlif səbəblərdən, amma onun mexanizmi, yəni törənmə mexanizmi özü sinirin normal şəkildə siqnalı öz əzələsinə, özünün idarə etdiyi bayır düz əzələyə gəlib çatmamasıdır. Yəni, siqnal gəlib çatmır ki, göz almasını bayıra çəksin. Əslində, bu problemlə çox mərkəzlərdə məşğul olurlar və bizim də müəyyən, belə deyək, təcrübəmiz var belə xəstələrlə. Burada müxtəlif növ cərrahi texnikalar var. Onlardan biri göz almasının yuxarı və aşağı düz əzələləri var. O əzələlərin bayır lifləri, yəni qırağa düşən lifləri müəyyən dərəcədə göz almasının sağa və sola dönmədə iştirak edir. Bax, həmin bayır liflərin transpozisiyası deyilən bir cərrahi əməliyyat var. Yəni, həmin liflər öz oturacaqlarından hissəvi olaraq, yəni düz yuxarı və düz aşağı əzələnin bayır tərəfə, gicgah tərəfə düşən bir hissəsi, təxminən 1/3 hissəsi yeri dəyişdirilərək gözün bayır əzələsinə, tam gicgah nahiyəsində yerləşən düz əzələsinə doğru dikilir. Tam şəkildə yox, amma müəyyən şəkildə göz almasının hərəkətini bərpa etmək olur bayır tərəfə.
Yəni bu nöqteyi nəzərdən bu cərrahiyyə tam şəkildə dediyimiz kimi bir çözüm deyil, amma müəyyən dərəcədə xəstənin vəziyyətini yüngülləşdirə bilir. Hər halda belə xəstələrdə mütləq şəkildə müayinə aparılmalıdır və müayinədən sonra yalnız demək olar ki, burada bu əməliyyatı tam şəkildə yerinə yetirmək olar, yoxsa yox. Çünki hər bir insanın həmin əzələ ehtiyatı fərqlidir. Yəni bir insanın əzələsi çox, əzələ kütləsi çox, bir insanın əzələ kütləsi az ola bilər və biz mütləq şəkildə belə uşaqlarda tomoqrafiya edirik və tomoqrafiya etdikdən sonra proqnoz edirik ki, yəni belə xəstəyə əməliyyat etmək mümkündür, yoxsa yox. O nöqteyi nəzərdən mən sizə tövsiyə edə bilərəm ki, nə vaxt istəsəniz müraciət edə bilərsiniz bizə İstanbul NS klinikasına, göz mərkəzinə və orada müraciət etdikdə yaşam bələdçisinin adından müraciət edirsiniz. Biz sizə tam təmənnasız şəkildə konsultasiya edəcəyik və ondan sonra sizə belə deyək də müəyyən çözümləri verəcəyik. Aha, həmin bu dediyimiz ki, gözün o iflic bayıra çıxan hissəsi əməliyyatdan sonra yenidən köhnə halına qayıda bilirmi? Xeyr, əslində baxın, burada təxminən hardaysa 20-30%-ə qədər vəziyyətin yaxşılaşması ola bilər. Və nəzərə alsaq ki, gözün yuxarı və aşağı əzələlərinin lifləri tam şəkildə intaktdır. Yəni onlarda zədə yoxdur, onlarda problem yoxdur. Ona görə problemin təzədən geriyə qayıtmağı qeyri-mümkündür. Əksinə, bəzi hallarda, yəni bizdə belə xəstələr olur. Düzdür, bu xəstələr çox olmur. Bunlar az bir xəstəlik kütləsini təşkil edir. Amma elə xəstələrimiz olur ki, onlar məşqlər vasitəsilə, yəni özlərinə məşğul oldular uzun müddət və o əzələni müəyyən dərəcədə ayılda biliblər. Yəni dediyimiz kimi onu öyrəşdirə biliblər, bayıra baxmağa kömək eləsin. Həm yuxarı və aşağı düz əzələlərin belə deyək də, yer dəyişməsindən sonra yalnız bu mümkün olur. Burada çox böyük bir belə deyək də, mövqeyi zaman tutur. Yəni zaman içində bu düzəlir. O nöqteyi nəzərdən burada həmişə səbirli olmaq lazımdır, amma yetəri qədər mürəkkəb problemdir. Çünki sinirin iflici, elə fikirləşin ki, iflic olmuş bir insan, yəni ayağa qalxa bilməyən, yeriyə bilməyən insanı təzədən ayağa qaldırıb yeritmək. Bəli. Birinci sual gözünüzdə qaşınmaya aiddir. Bir məqamı vurğulayaq, siz şəkərli diabet xəstəsiniz. Mənim sizdən xahişim odur ki, gözünüzdə həmin qaşınma məqamları baş verdikdə mütləq şəkildə şəkərinizi də ölçün. Çünki bəzi hallarda nəzərə alsaq ki, şəkər bizim qanımızda olduğu kimi bütün bədənimizin mayyələrinə də keçir və onun içərisində həm bizim tərimizdə, yəni tərimizdə də şəkər olur. Ona görə şəkər xəstələri çox vaxt bədənlərində qaşınma hissi hiss edirlər və bu şikayətlə də müraciət edirlər. Həmin qaşınmanı törədən məhz tərimizdə olan və konsentrasiyası artan şəkərdir, qıcıqlandırıcı rol oynayır. Eyni şey göz daxili, gözün yaşında, yəni göz yaşında bunun konsentrasiyasının artmağıdır. O da qıcıqlandırıcı təsirə malik ola bilər. O nöqteyi nəzərdən həmin məqamlarda şəkərin yoxlasın. Əgər şəkər normal civarındadır və ya normadan həddindən artıq çox deyilsə, o hallarda biz bunu allergiya kimi qəbul edə bilərik və allergiya nöqteyi nəzərdən allergiyaya qarşı olan dərmanlar var, hansılardan ki istifadə etmək olar. Bunu həkimə müraciət edərək yazdırmaq olar, qəti şəkildə problem deyil. İkinci məqam daha belə deyək də mürəkkəb, bu görmənin zəifləməsidir. Biz bildiyimiz kimi danışmışıq bu haqda. Şəkərli diabet xəstələrində gözün görməsi getdikcə zəifləyir. Bunun səbəbi diabetik retinopatiya deyə adlandırılan şəkərin göz dibi fəsadıdır, ağır xəstəlikdir. Gözün görməsinin itməsinə doğru irəliləyən xəstəlikdir. Və çox vaxtı artıq xəstələrimiz əfsuslar olsun ki, gec müraciət edirlər. Bax, biz bunu həmişə vurğulayırıq. Hər bir şəkər xəstəsinin görməsini biz ömrünün axırına qədər saxlamağa bu dəqiqə o qüdrətə malikik. Yəni tibb o dərəcədə inkişaf edib ki, şəkərli diabet xəstəsi kor olmaya bilər. Yetər ki, vaxtında, yəni siz bilirsinizsə sizdə şəkər var, vaxtında müraciət edin. Bax, belə görmənizi sıfıra endirib, görmənizi işıq duyğusuna salıb müraciət etməyin. Çünki çox vaxtı artıq həkim aciz qalır həmin məqamda. Amma hər halda mən belə deyək, tövsiyəm odur ki, müraciət etsin. Xahiş eləsin, yaxınlarından gətirsinlər. İstanbul NS klinikasında biz onu tam təmənnasız şəkildə, yəni yaşam bələdçisinin adından müayinə edəcəyik. Ondan sonra hər hansı bir çözüm varsa onu söyləyəcəyik. Əgər
xırda belə imkan varsa onun gözünü bərpa etməyə. Yəni ona deyiləcək. Əgər yox, əks halda əlbəttə ki, burada çox vaxtı görürsünüz, heç nə etmək olmur. Evet. Amma yenə də elə insanlara xüsusi kömək edici vasitələr var. Onlarla gündəlik həyatlarını sürməyə, yəni kömək etmək olur. Bəli. Əfsuslar olsun ki, bizim dinləyicilərimiz ümumiyyətlə biz problemə hər zaman ən son məqamda müdaxilə etməyə çalışırıq və bu da bəzən həkimlərin çarəsiz, əlacsız qalmağına sübut edir, dəlalət edir. Gəlirik həkimə, deyirik ki, məndə bu xəstəlik var və illərdir ki, davam edir. Həkim artıq bizə söz tapa bilmir desin, çünki çox gecikmiş olur. İnandırım sizi, şəkərli diabet xəstəsi üçün cəmi 15 dəqiqəlik müayinədir. Göz dibinin müayinəsi. Yəni bunu hətta bu dəqiqə üçün bəbəyi yenətmədən biz belə screening üsullarımız var ki, onunla belə edə bilərik. Bu cəmi 5 dəqiqə alır. Və həmin o müayinədən insanlarımız yararlanmır. Mən çox istərdim ki, bax, bu ictimai kütləvi informasiya vasitələrlə biz bunu təbliğ edək. Bəli. Yəni müraciət etməniz vacibdir. Şəkərli diabet xəstəsi, siz bilirsinizsə ki, sizdə şəkər var. Sizdə şəkər tapılıb, siz müalicə qəbul edirsiniz, amma görmənizdə heç bir problem yoxdur. İldə bir dəfə yetərlidir göz dibinizi yoxlamağa. Bəli. Əgər sizdə şəkərli diabetin stajı, yəni dövrü sizdə ilk öncə tapılandan 8 ili ötübsə, o zaman ildə 2 dəfə yoxlanın. Bax, bu sadə qaydalara uyğun olaraq hərəkət etmək tam yetərlidir ki, bu insanlar görmələrini itirməsinlər. Yəni, mənim üçün, bax, bunu təbliğ etmək çox vacibdir. Çünki insanlar bilməlidirlər ki, bu xəstəlikdən ömrünün axırına qədər gözləri görə yaşaya bilərlər. Problem deyil. Və ən əsası burada şəkərli diabetlərdən söhbət deyil, ümumiyyətlə göz problemləri ilə deyil. Hər birimiz 6 aydan bir check-up müayinədən keçməliyik. Bütün xəstəliklərimizi vaxtında aşkara çıxarmalıyıq ki, həkimlər də həmin problemlər qarşısında aciz qalmasınlar və müdaxilə edərək bizim həyatımızı və ətrafımızdakiləri sevinç gözyaşları ilə göz yaşlarına qərq edə bilsinlər. Bəzən ətrafımızdakılar bizə baxaraq üzülür, kədərlənir və o qədər acı çəkirlər ki, özlərini unudurlar. Məhz bu kimi hallar baş verməsin deyə hər birimiz məcburuq ki, ildə 2 dəfə 6 aydan bir ümumi check-up müayinədən keçsinlər. Və Elvin həkim, biz keçən efirlərimizdən də belə bir məsələyə toxunacaqdıq ki, gün eynəkləri bəzən tövsiyə edirik ki, bizim əməliyyatdan sonra, əməliyyat öncəsi ümumiyyətlə bəzi insanlara gün eynəklərində gəlsinlər. Lakin gün eynəkləri necə seçilməlidir? Baxın, bu məqam olduqca qlobal bir problemdir. Çünki belə deyək, hər bir insan öz büdcəsinə uyğun olaraq eynək almaq istəyir, lakin bəzi büdcəsinə uyğun olan belə deyək məbləğdə o eynəyi əldə etmək üçün hansısa bir fırıldaqçının, hansısa bir yalançının belə deyək tələsinə düşür və daha ucuz mal olmuş bir eynək alır və gözləri daha da bərbad günə düşür. İstəyirəm bu haqqında danışaq. Belə deyək də, günəş eynəklərinin fəsli olmasa da, amma belə deyək, bu fəslə hazırlıq olaraq bu mövzuya toxunaq, sözsüz. Nəyi bilmək lazımdır? İlk öncə günəş şüasının bizim üçün zədələyici təsiri var. Və bu zədələyici təsir 2 növ şüadan ibarətdir. Bu ultrabənövşəyi və infraqırmızı şüalardır. İnfraqırmızı şüalar daha yüksək enerjiya malikdir. Amma çox dərinə keçə bilmir, öz dalğa uzunluğuna görə. Yəni, hər hansı bir səthə düşdüsə, tam ki, dərinizə əgər o həmin işıq dəyirsə, alt qatları keçmir, amma üst qatı qızdırır. Ona görə bəzən görürsünüz ki, elə bir isidicilər var ki, sırf işıqla isidir. Görürsünüz, kafelərdə də quraşdırılır və müəyyən bir isti hiss edilir ondan. İkinci şüa hansı ki var? Bu ultrabənövşəyi şüadır. Ultrabənövşəyi şüa daha hiylə şüası mən deyirəm ona. O, çox az enerjiya malik olduğu yerdə, amma çox dərinə daxil ola bilir. Yəni, toxumalarımızı dərib keçir. Ona görə, məsələn, ultrabənövşəyi şüanın təsiri altında bizim dərimiz günün altında uzananda qaralır. Yəni, hamı dənizdə gedib uzanır qaralmaq üçün və həmin qaralmanın səbəbkarı ultrabənövşəyi şüadır. Və ultrabənövşəyi şüa
dediyimiz kimi daha keçici təsirə malik olduğuna görə, yəni dərinin belə alt qatlarını keçib oradakı pigment hüceyrələri qıcıqlandırır və gözümüzə də daha dərinə daxil olur. Bax, məhz o ultrabənövşəyi şüalardan qarşı bizi qorumalıdır günəş eynəyi. Və həmin o günəş eynəyinin bir neçə xüsusiyyəti olmalıdır. Birincisi, bir şey bilməliyik ki, polikarbonat deyilən plastik maddə tam şəkildə bizi ultrabənövşəyi şüadan qoruya bilir. Və kvarts şüşəsi çox az bir dərəcədə bizi günəş şüasından qoruyur. Məhz buna görə, əgər sizin pəncərənizdə adi şüşədirsə, biz öyrəşdiyimiz, yəni sınmağa malik olan şüşə, qırıla bilən şüşə, həmin şüşələrin günəş şüası tam şəkildə onları içəriyə buraxırlar evin içində. Və eyni zamanda, əgər sizin göz eynəyinizin şüşəsi məhz kvarts şüşəsidirsə, yəni adi şüşədirsə, o zaman günəş şüası rahat keçəcək ona. Polikarbonat şüşə plastik şüşələrdir. Yəni plastik şüşələrə biz fikir versək, onlar bəzi hallarda görürsünüz, məsələn, dekor kimi istifadə olunur və bayırda yerləşdikdə müəyyən dövrdən sonra biz görürük ki, onun rəngi saralır. Bax, o saralma ona görədir ki, o ultrabənövşəyi şüanı buraxmır. Yəni dediyimiz kimi plastik şüşələr, biz artıq bunu bəlli etdik, ultrabənövşəyi şüanı saxlayır. Demək, sizin eynəyinizin şüşəsi ilk öncə plastikdən olmalıdır. Onun üçün ən gözəl material polikarbonatdır. İkinci məqam, gözün eynəyinin rəngi. Əslində, rəngin burada heç bir rolu yoxdur. Rəng, yəni onun içərisinə qatılmış məxsusi molekulalardır. Hansılar ki, onun rəngini təyin edir. Bəzi eynək ola bilər boz rəngdə, bəzisi qəhvəyi, bəzisi yaşıl. O qəti şəkildə gözün ultrabənövşəyi şüasına daxil olmasını nə əngəlləyir, nə də əngəlləmir. Yəni, onun təsiri yoxdur. O sadəcə gördüyümüz işıq şüasını, yəni görmə spektrində olan görmə işıq şüasını əngəlləyə bilir. Ona görə elə eynəyə daxildə biz daha tünd görürük. Amma o bir zədələyici təsirin qarşısını almır. Ona görə eynəyin rəngini siz özünüz seçə bilərsiniz. Sizə hansı rəng xoş gəlirsə, hansı rəngdən baxdıqda özünüzü, gözünüzü daha rahat hiss edirsinizsə, elə eynəyi də seçə bilərsiniz. Demək, biz nəyə vurguladıq? Rəngin rolu yoxdur, özünüz istədiyiniz rəng və polikarbonat və ya plastik şüşə olmalıdır eynəyin şüşəsi. Üçüncü məqam, o həmin eynəyin nə cür hazırlandığı və şüşənin qalınlığı. Əslində 0,5 mm-dən qalın olan polikarbonat şüşə təxminən 90% ultrabənövşəyi şüanı saxlayacaq. Və əgər şüşə bir qədər də qalın olsa, o şüşə daha çox ultrabənövşəyi şüanı saxlamaq qüvvəsinə malik olacaq. Demək, çox nazik olmasın və çox qalın da olmasın. Çünki həddən artıq qalın şüşədən şüalar keçəndə pis sına bilər, yəni əyri sına bilər. O nöqtəyə nəzərdən, yəni çox nazik olmayan, orta qalınlıqda şüşəni seçmək lazımdır eynəklərdə, günəş eynəklərində. Və dördüncü məqam, bu şüşənin əyriliyi. Yəni, eynəyə baxdıqda siz gərək görəsiniz ki, məsələn, görürsünüz, bəzi eynəklər modelli olduğuna görə, yəni müəyyən bir dəbdəbəyə görə daha əyri, daha, belə deyək də, qeyri-adi bir futuristik formada olur.